شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. İbadətdə usul köp, bəzinətgə bay bolğan, məğfirət həm bərəkət, rəhmətlərgə liq tolğan, cənnətlər kəng içilib, dozaq məhkəm taqilib, yetib gəldi bizlərgə xoş mübarək Ramazan. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يسألونك عن الأنفال قل الأنفال لله والرسول فاتقوا الله وأصلحوا ذات بينكم وأطيعوا الله ورسوله إن كنتم مؤمنين. إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون. الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم المؤمنون حقا لهم درجات عند ربهم ومغفرة ورزق كريم. صدق الله العظيم. Bədir urushi hicretning 2-ci ili Ramazan ayının 17-ci günü tamamlanğandan keyin Anfal suresi nazil olğan. Peyğəmbər sallallahu alayhi və səlləm hədisdə Allah Taala'nın zemin əhlidən qaçısı var. Pərverdigarlarının qaçısı salih müminlərinin qalbləridir. Onların söyümlü qıraqı ən yumşaq və mülayim bolğanlarıdır. Mehriban Rabbimiz Ramazan ayı bilən bizə nicatlıq versin. Günahlarımızı keçirsin. Öz yaxşı görgən bəndələrə ata qılğan hidayət üstüdə daimi qılsın. Süyümlük Peyğəmbərimizin peyğəmbərlik vəzifəsini qısqa, ixcham şəkildə bayan qılıb bəgən "Bu'istu li utammima makarimel axlaq" bu hədisnin tərcüməsini kim ən toğra və ən tez etib verələydi?